Milli Hidrometeorologiya Xidməti bildirir ki, aprelin 27-sində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 12-14, gündüz 22-27 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu 19-23 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı və dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 12-16, gündüz 24-29 dərəcə isti. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.